Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə Rusiya 2. Dünya Müharibəsindən sonra mövzusu barədə danışacağıq. Elə isə başlayaq. Rusiya 2. Dünya Müharibəsindən sonra təbii ki, SSR olaraq danışaq. Böyük bir qələbə ilə çıxdı və SSR belə deyək ki, dövrün süper güc dövlətlərindən birinə çevrildi və bildiyimiz kimi 1946-cı ildən etibarən də ABŞ-la soyuq müharibə dövrü başladı. Bununla bağlı soyuq müharibə dövründə danışmışıq. Biz bu gün sırf SSR və SSR-nin dağılması, daha sonra isə Rusiya barədə danışacağıq. İrəliyək. Deməli, 1953-cü ilə qədər hələ də SSR-də birinci katib vəzifəsində məhz Stalindir və Stalin süper güc dövlətinə çevrildikdən sonra əsas məqsəd olaraq 2-ci Dünya Müharibəsində itirilənləri yenidən qazanmaq, yəni sənayeni bərpa eləmək, iqtisadiyyatı yenidən öz halına gətirməkdən ötəri işlərə başlayır. 1946-cı illərdə sənaye sahəsində yeni 5 illik, 4-cü 5 illik plan qəbul olunur. Həmən bu 4-cü 5 illik plana əsasən yenə də əsas ağırlıq ağır sənaye və hərb sahəsinə verilir və bu da bir növ əhalinin vəziyyətini biraz gərginləşdirir. Lakin buna baxmayaraq əhalinin vəziyyətini yaxşılaşdırmaqdan ötəri də bir neçə iş görülür. Belə ki, kənd təsərrüfatına Stalin diqqəti artırır. Bununla yanaşı pul islahatı keçirir. Pul islahatının keçirilməsində iki əsas məqsəd var idi. Birincisi, 2-ci Dünya Müharibəsi dövründə buraxılmış saxta qərb pulları aradan çıxartmaq və bununla yanaşı ölkədə maliyyə böhranını aradan qaldırmaqdan ibarət idi və həqiqətən də pul islahatı öz bəhrəsini verir. Ardı ilə isə 1947-ci il Azərbaycan tarixində bildiyimiz kimi talon sistemi ləğv olunur. Talon sistemi də ləğv olundu və beləliklə bütün zəruri ərzaq məhsullarının üzərinə dövlət vahid bir qiymət təyin elədi və bu da bir növ əhalinin rifahının artmasına mühüm təsir göstərdi. Davam edək, gedək xarici siyasətə. Stalin bir növ belə deyək də, xarici siyasət deyəndə daha doğrusu siyasi məsələlərə baxaq, əsaslı daxili siyasi məsələlərə. Xarici siyasətdən zaten soyuq müharibədə danışmışıq. Daxili siyasi məsələlərdən danışası olsaq, Stalin dövründə repressiya yenə davam elətdirildi. Repressiyanın ikinci mərhələsi başlanıldı. Bununla yanaşı bütün ictimai sahələrdə, dövlətin bütün ictimai sahələrində inhisarı hələ də qorunub saxlanılırdı və düz 1953-ə qədər bu belə də davam elədi. Davam 1953. Stalin dünyasını dəyişir və hakimiyyətə birinci katib vəzifəsinə Nikita Xruşov gəlir. Nikita Xruşov Stalin tam əksini edir. 1956-cı ildə Sovetlər Qurultayında keçirilən iclasda Stalinin şəxsiyyətinə pərəstişi tənqid edir və bunun yanlış bir şey olduğunu deyir. Və bununla yanaşı 30-40-cı il və 50-ci illərdə repressiyaya məruz qalanların hər birinə bəraət verir. Bəraətlər də qazandırıldı, Stalin dövrü pislənildi və yeni bir siyasətin başlanğıcı qoyuldu. Belə ki, 1959-cu ildə Xruşov ilk dəfə pasportlaşma sisteminə başladı. Kənd təsərrüfatını inkişaf etdirməkdən ötəri kəndçilərin vəziyyətini bir sıra yüngülləşdirdi. Həmçinin onun dövründə əsas belə bir prinsip irəli sürülmüşdü. Amerikaya çatmaq və onu ötüb keçmək prinsipi. Və bunun üçün isə Xruşov deyirdi ki, bizim yeganə SSR-nin edə biləcəyi şey bolluq yaratmaqdır. Bolluq yaratmaq üçün də təbii ki, nə lazımdır? Kənd təsərrüfatını inkişaf etdirmək. Və indi görək Nikita Xruşov nə edir? İlk öncə 50-ci illərdə Dwight Eisenhower'in ABŞ-da elədiyi kimi mənzillərin sayını artırır, yaşayış mənzillərinin saylarını artırır, yeni yaşayış mənzilləri tikdirir. Bununla yanaşı kənd təsərrüfatı sayəsində isə xam torpaqların əkin sahələrinin çevrilməsi barədə qərar verir. Xam torpaqların əkin sahələrinə çevrilməsi ilə birlikdə o düşünürdü ki, məhz SSR bolluq yaradacaq, lakin onun bu siyasəti uğursuzluqla nəticələndir. Xam torpaqlardan istifadə olunur, lakin bu istənilən nəticəni vermir. Tamam, xarici siyasət. Xarici siyasətdə isə Nikita Xruşov bir növ barışdırıcı siyasət yeridəcək, dəmir pərdəni endirəcək. Bunu necə edir? Bildiyimiz kimi 60-cı illərin əvvəllərində biz ABŞ-la, daha doğrusu SSR ABŞ-la Berlin və Karib böhranlarını yaşayır. Lakin buna baxmayaraq daha sonra Nikita Xruşov və ABŞ prezidentləri münasibətləri şirin dillə belə deyək ki, masa arxasında söhbət edərək həll etməyi bacarırlar. Və beləliklə SSR ilə ABŞ arasında olan gərginlik bir növ azalır və yumşalma dövründə soyuq müharibədə bir növ keçid olunur.
Lakin onun apardığı daxili və xarici siyasət bir növ idarə etmə sistemlərinin kommunistlərin xoşuna gəlmir digər partiya üzvlərinə və beləliklə 1964-cü ildə Nikita Xruşov vəzifədən uzaqlaşdırılır. Nikita Xruşov vəzifədən keçsin 1964-də və yerinə 1964-82-ci illəri əhatə edəcək Leonid Brejnev gəlsin. Bəs Leonid Brejnev neyinib? Leonid Brejnev Nikita Xruşovun Stalin şəxsiyyətinə pərəstişi tənqid etməsini inkar edir. Yəni bir növ neo-stalinizm kimi əvvəllər kitablarımızda yazılırdı. Yəni bir növ Stalini dəstəkləyir Brejnev. Bununla yanaşı Nikita Xruşovun icazə verdiyi məhdud azadlıqların hər birini yenidən ləğv edir. Bütün Xruşovun gördüyü işlərin üzərindən bir növ neynədir bu? Xətt çəkdi, hamısını aparıb tulladı. Daha sonra neynədi Brejnev? Brejnev yenə kənd təsərrüfatını, sənayenin, hərb sahəsinin inkişafını əldə etməkdən ötəri bir sıra islahatlar proqramı hazırlayır, lakin Komünist Partiyası daxilində olan çəkişmələr səbəbindən və fikir ayrılıqlarına görə bu islahatlar həyata keçirilə bilmir. Və 1970-ci illərdə üstəgəl biz bilirik, Ərəb-İsrail müharibələri nəticəsində dünya iqtisadi böhranı yaşanır. Və həmin bu dünya iqtisadi böhranı SSR-in də böyük təsir göstərir. SSR bu iqtisadi böhrandan çıxmaqdan ötəri yeni yataqlar, yeni təbii sərvətlər axtarışına çıxır öz ərazisində və Sibir neftini kəşf edir. Və Sibir neftindən əldə etdiyi gəlir və oradan əldə olunan neftin xarici ixrac olunması sayəsində bir xeyli gəlir əldə edir, bir xeyli pul götürür. Lakin ağılsız Brejnev bunu öz iqtisadiyyatının inkişafına sərf etməyə əvəzinə, öz iqtisadiyyatına sərmayə qoymaq əvəzinə götürüb soyuq müharibədə ABŞ-da olan silah rəqabətinə və digər Sovet ölkələrinə qarşılıqlı iqtisadi yardım şurasına üzv olduğu üçün yardımlar eləməyə xərcləyir və bu beləliklə əldə olunan bütün gəlirlərin boş-boş şeylərə xərclənməsi nəticəsində SSR-nin iqtisadiyyatında ola biləcək inkişafın bir növ qarşısını Brejnev öz əlləri ilə alır. Və buna görə də Brejnevin dövrü durğunluq dövrü kimi xarakterizə olunur. Heç bir şey eləyə bilmir, nə SSR inkişaf edir, nə də belə deyək, tam şəkildə gerilir. Lakin artıq Brejnevin hakimiyyətinin sonlarına doğru biz deyəcəyik ki, ölkənin vəziyyəti pisləşir, iqtisadi cəhətdən də vəziyyət çox ağırlaşır və bunun ən axırıncı səbəbi də elə soyuq müharibədən bildiyimiz Əfqanistan cəhənnəmidir. Bildiyimiz kimi 1979-cu ildə Brejnev xarici siyasətdə sonuncu addımını atır, soyuq müharibənin sonuncu pərdəsi olan Əfqanistana SSR qoşun yönəldir. Bunun əsas səbəbi olaraq isə biz deyirik, Brejnev nəyə görə Əfqanistana qoşun yeritdi? 1. Ölkədə xalqın belə deyək, fikrini daxili məsələlərdən yayındırmaq. İkinci bir məsələ isə Əfqanistanda yaranan siyasi İslamçılığın Mərkəzi Asiyadakı türk müsəlman ölkələrinə sıçramasının qarşısını almaq. Çünki SSR-nin o dövrdə ərazisinə burada dairəyə aldığımız Qazaxıstan, Özbəkistan, Qırğızistan, Tacikistan, Türkmənistan kimi dövlətlər də daxil idi. Və Əfqanistanda ola biləcək hər hansı bir siyasi İslamçılıq əgər ki bu ərazilərə yayılsa, təbii ki SSR ərazisində azadlıq hərəkatları baş verəcəkdi və Brejnev bunların qarşısını almaq istəyirdi. Və ABŞ isə tam əksi olaraq Əfqanistanda kommunistlərin əleyhinə mübarizə aparan həmin bu siyasi İslamçıları müdafiə edirdi və bildiyimiz kimi də soyuq müharibədə 1989-da SSR məğlub olaraq çıxacaq və Əfqanistandan qoşunlarını geri çəkəcəkdir. Lakin bunu Brejnev görə bilmir. Brejnevin dövrü ümumilikdə SSR-nin inkişafına mane olan daxili səbəblər sadalasaq, sərt idarə etmə, bununla yanaşı bütün sahələrdə olan belə deyək, korrupsiya halları, bütün şəxsi təşəbbüslərin qarşısının alınması, bürokratiyanın çox yüksək səviyyədə inkişaf etməsi, bürokratiya bilirsiz də, yəni belə deyək, məmurlar nə edirlər? Rüşvət alırlar və rüşvət almaları qarşılığında da bir sıra işlərdən boyun qaçırırlar və yaxud yüksək vəzifəli işlərə belə deyək də mənəviyyatsız iş tuta bilməyən insanlar gəlir. Bax, bunlar bürokratiyadır ki, yalanan vəzifələr var, ancaq ortada görülən bir iş yoxdur. Bununla yanaşı iqtisadi böhranın əsas səbəbləri bu dövrdə artıq Brejnevin dövründə bir dediyimiz kimi Ərəb-İsrail müharibələri nəticəsində dünya iqtisadi böhranın başlaması.
İkinci bir digər səbəblərimiz isə elmi texniki tərəqqinin artıq az istifadə olunması, infrastrukturların köhnəlməsi, avadanlıqların köhnəlməsi, buna yanaşı maddi ehtiyat qıtlığı, dediyimiz kimi Breşnev əldə elədiyi bütün gəliri boş-boş silah rəqabətinə xərclədi. Bu kimi səbəblər məhz SSR-ni çökməyə hazırladı. Qorbaçov artıq Breşnevdən çökməkdə olan bir dövləti təhvil almalı idi. Gələk 1985-ci il. 1985-ci ildə hakimiyyətə gələcək kim? Qorbaçov. Qorbaçovun dövrü SSR-nin dağılması dövrüdür. Belə ki, 1985-1990-cı ildə biz bilirik ki, onun baş katiblik dövrüdür. 1990-cı ilin may ayından biz bilirik ki, o prezident vəzifəsi təsis edir və SSR-nin ilk və sonuncu prezidenti də elə kim olur? Qorbaçov olur. Davam. İndi Qorbaçov nə edəcək? Yenidən qurma, aşkarlıq və sürətləndirmə. Bu üç ad altında islahatlar proqramı hazırlayır və bu islahatlar proqramının digər islahatlar proqramlarından fərqi nədən ibarət idi? Nikita Xruşovdan nə ilə fərqlənirdi? Qorbaçov deyirdi ki, mənim islahatlarım yalnız iqtisadi sahəni deyil, həmçinin daxili və xarici siyasətdə əhatə edəcək. Beləliklə, Qorbaçovun siyasətinin fərqi nə idi? İqtisadiyyatla yanaşı daxili və xarici siyasətdə kəsb edəcəkdir bu. Bununla yanaşı, həmçinin o deyirdi ki, mənim yenidən qurmam bilsiz necədir? Yəni, sıfırdan bir şey qurmayacağam. Mövcud olan infrastrukturu yeniləyəcəm. Bunun yenidən qurma siyasəti, yəni qarşımıza çıxacaq ki, yeni müəssisələrin açılması nəzərdə tutur? Xeyr. Olan müəssisələrin yenidən qurulmasını, modernləşdirilməsini nəzərdə tuturdu Qorbaçovun yenidən qurma siyasəti. Qorbaçov nə islahatlar həyata keçirdi? 1. Məsələn, xidmət sahələrində, digər ticarət sahələrində xüsusi sahibkarlığa, xüsusi bazar iqtisadiyyatına bir növ icazə verdi. Bu SSR-də, daha doğrusu Sovet Rusiyasında 1921-25 YIS dövrünə, yeni iqtisadi siyasətə oxşuyur. Görürsünüz, xüsusi sahibkarlığa bir növ Qorbaçov da icazə verdi. Bu, yenidən qurma ilə yeni iqtisadi siyasətin oxşar cəhəti kimi qəlmə verə bilərik. Ardıyla o neynədi? Səmərəliliyi artırmaqdan ötəri iş sahəsində işçiləri ixtisara apardı. İşçiləri ixtisara aparmaq nədir? Yəni, onları, məsəl üçün, bir müəssisədə 100 nəfər işləyir, deyir, bu səmərəsizdə 50-yə salaq, qoy keyfiyyətli iş görsün. Kəmiyyət yox, bizə keyfiyyət lazımdır. Vəzifədən uzaqlaşdırır, işçiləri işdən çıxarır. Bu nəyə səbəb olur? İşsizliyə. Göz düzəldəcək, qaş düzəldəcək, daha doğrusu gözlə vurub yerindən çıxarır. Bununla yanaşı daha sonra insanların, belə deyək də, insan faktorunu fəallaşdırmaqdan ötəri maddi maraq yaratmağa çalışır insanlarda və maaş məsələsində biraz, belə deyək də, oynatmalar aparır, insan möhkəmləndirir sənaye müəssisələrindəki, qoy insan faktoru neynəsin, fəallaşsın, insanlar daha çox fəallaşsın. Bununla yanaşı, SSR-nin bu dövrdə ən yüksək inkişaf edən sənaye sahəsi maşın və avadanlıqlar, texniki avadanlıqlar. Görürsünüz, bu gün də deyirik, Sovetin dövründə məsəl üçün Tozsoran var, güclü işləyir. Sovetin qazelləri, nə bilim, Volqaları, Vazları bugün belə bazarda istifadə olunur, satılır. Hələ də 10-cu, 15-ci əl olaraq istifadə olunur. Yəni, o dövr üçündə SSR-nin buraxdığı bu maşınlar və avadanlıqlar digər bütün sənaye sahələrini vurub keçmişdi inkişafda. Toparlayası olsaq, Qorbaçov deməli neynədir? Yenidən qurma, aşkarlıq, sürətləndirmə. Deyir ki, mənim siyasətim Xruşovdan fərqli olaraq həm daxili, həm xarici siyasətdə əhatə edəcək. Yalnız iqtisadiyyatla məhdudlaşmayacaq. Bununla yanaşı, mənim yenidən qurma deyiləndə sözümü dəyişməyin. Yenidən qurma deyəndə mən sıfırdan bir şey qurmuram. Olan müəssisələri modernləşdirirəm. Bununla yanaşı nədir? Onun islahatlarına görə xüsusi sahibkarlığa icazə verildi. Ticarətdə və xidmət işlərdə. Səmərəliliyi artırmaqdan ötəri işçiləri ixtisara saldı. İnsan faktorunu fəallaşdırmaqdan ötəri maddi pul marağı oyatmağa çalışdı insanlarda. İnsanları artırdı müəssisələrdə bununla yanaşı. Və bir də ki, nə dedik az öncə, deməli, dediyimiz kimi, ölməyən maşın, avadanlıq istehsalları yüksək səviyyədə inkişaf elədi Qorbaçovun dövründə və bugün də həmən məhsullardan Azərbaycanda da postsovet ölkələrində çoxunda istifadə olunur, keyfiyyətləri bilinir.
Belə Qorbaçov bu işləri gördü. Lakin onun elədiyi bu kadr ixtisarları işçiliyə gətirib çıxartdı. İşçilik maliyyə böhranına, bununla yanaşı tətillər başladı. Fəhlilər tətillər elədilər, əmək haqqlarımız azalır, işçilər işdən çıxarılır. Niyə? Fəhlilər bir tərəfdən qalxır, fəhlə ayağa qalxanda, iş getməyəndə, tətil olanda nə olacaq? Sənaye müəssisələri iflasa uğrayır. Sənaye müəssisələri iflasa uğrayırsa, ticarət iflasa uğrayır. Ölkənin maliyyə böhranı dərinləşir və beləliklə ölkə nə edir? İçəridən çökür. Bununla yanaşı, indi keçək iqtisadiyyatdan siyasi məsələlərə. Ölkənin daxilində, SSR-də milli azlıqlar var. Bu milli azlıqlar muxtariyyət, azadlıqlar tələb edirlər. 80-ci illərin sonlarından etibarən və 90-cı illərin əvvəllərində Dnestriyanı, Qafqaz, Ukrayna, Belarusiya, Mərkəzi Asiya irəliləyək. Mərkəzi Asiya türk müsəlman ölkələri. Bunların hər birində artıq yavaş-yavaş qığılcımlar, milli hərəkatlar yaranmağa başlayır ki, bu da ölkəni süquta doğru aparmağa davam edir. Beləliklə ölkədə vəziyyət gərginləşir. Soyuq müharibədən də bildiyimiz bir hadisəni yada salaq. 1986 Ukraynada Çernobılda atom elektrik stansiyasında böyük bir partlayış və bu partlayış nəticəsində ölkənin iqtisadiyyatı yenə çökür, böyük bir itkiyə gətirib çıxarır. Buradan bir haşiyə çıxaq. Heydər Əliyev barədə bir məlumat verək. Bildiyimiz kimi Heydər Əliyev SSR Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışır və o 1982-87-ci illərdə bu vəzifəni icra edib. Vəzifəni icra elədiyi dövrdə elə məhz 82-ci ildə çıxışlarından birində bildirir ki, məhz bu islahatlar uğursuzdur. Bu islahatların heç bir mənası olmayacaq. Seri artıq çöküşə yönlənir və Qorbaçov da Heydər Əliyevin sonralar onun islahatlarına qarşı çıxdığını gördükdən sonra 87-ci ildə onu vəzifədən uzaqlaşdırır. Və o vəzifədən uzaqlaşdırıldıqdan sonra isə nə baş verir? Ermənilər bildiyimiz kimi Azərbaycan tarixindən də Qarabağda fəallaşırlar. Dağlıq Qarabağ ərazi iddiası irəli sürürlər və gələcəkdə Qarabağda, yəni ümumiləşdirib böyüdək biraz ərazini Qafqazda regional müharibənin yaranmasına gətirib çıxarır bu və bu da SSR-nin parçalanmasına və milli azadlıq hərəkatlarının yayılmasına, digər bölgələrdə də milli azadlıqlar arasında mübarizə meydanlarının yaranmasına gətirib çıxarır. Davam. 1991-ci ilin avqustu. Avqust ayında Komünist Partiyasının daxilində olan mühafizəkarlar bir növ SSR-ni xilas etməkdən ötəri sonuncu bir cəhdi imza atırlar. Bu tarixin 1991-ci il avqust qiyamı olaraq düşür. Qorbaçov ölkədə olmadığı bir müddət Moskvada hakimiyyət ələ keçirir. Bu mühafizəkarlar fövqəladə komissiya yaradırlar, ölkədə komendant saatı filan elan edirlər. Lakin bu öz bəhrəsini verməyəcək və Qorbaçov yenidən hakimiyyətini tuta bilir. Lakin Qorbaçovun hakimiyyəti uzun çəkmir. Bildiyimiz kimi 1991 8 dekabr tarixində MDB yaranır, SSR ləğv olunur və 25 dekabra gəldiyimiz dövrdə isə artıq bilirik ki, Qorbaçov vəzifədən istefa edir və Qorbaçovun vəzifədən istefa etməsi ilə birlikdə SSR tarixin toz səhifələrinə qarışır. Beləliklə biz SSR-ni dağıtdıq. İndi nə etməliyik? Keçək Rusiya Federasiyasına. Rusiya Federasiyası 1990-ın iyulunda elan olunub zaten. Lakin dövlətin tam şəkildə müstəqil olması 91-ci ilin dekabr ayından götürür. Səbəb SSR hələ dağılmayıb çünki. 91-in dekabrında isə SSR artıq dağılmışdı və bizim ilk prezidentimiz Boris Yeltsindir. Boris Yeltsin görək nə edəcək? Rusiya Federasiyasını yaradaraq nə işlər görəcək? Boris Yeltsinin əsas məqsədi yeni bir dövlətçilik yaratmaq idi. Yeni bir dövlətçilik sistemi qursun və bununla yanaşı ölkəni azad bazar iqtisadiyyatına keçsin. Çünki Rusiya Federasiyası kommunist yox, kapitalist bir ölkə idi. Lakin biz əgər ki azad bazar iqtisadiyyatına keçmək istəyiriksə, kapitalist ölkələrin siyasəti nədən ibarət olur çox vaxt? Özəlləşdirmədən. Çünki azad bazar iqtisadiyyatı nə tələb edir? Xüsusi sahibkarlığı, yəni özəl şəxsləri. Mən sahibkar olum, dövlət hər hansı bir müəssisəyə malik olmasın, mən malik olmalıyım. Və bu özəlləşdirmə siyasəti bir növ SSR-yə yad bir məsələ idi və SSR-dən belə deyək, parçalaraq ayrılan Rusiya Federasiyasında bu özəlləşdirmə prosesi biraz gec gedirdi. Ümumiyyətlə Boris Yeltsinin apardığı islahatlar biraz əvvəllər uğursuz olur. Səbəb olaraq isə bu prosesin ləng getməsi, istehsalın aşağı düşməsi, inflyasiya, kriminal cəmiyyətin belə deyək yüksəlişi, bununla yanaşı
korrupsiya hallarının həddindən artıq çox olması, bu hətta elə özəlləşdirmənin aparılması zamanı yol verilən qayda-qanun pozuntuları, bunların hamısı Boris Yeltsin'in aparmaq istədiyi islahatları bir növ ləngidir, uğursuzluğuna gətirib çıxarır. Lakin Boris Yeltsin'in dövlətçilik işlərində apardığı, gördüyü işlər uğurla nəticələnə bilir. Bilək ki, Boris Yeltsin dövründə biz deyəcək nə olur? Çox partiyalı sistem. Yəni demokratik bir dövlətdən danışıqda təbii ki, çox partiyalı sistem olar. Seçkili orqanlar, təbii ki, seçkili orqanlar olar. Prezident müəssisəsi yaradılar. Yəni prezident vəzifəsi zaten var idi. Yəni prezidentə lazım olan digər işçilər və s. digər şeylər yaradılar. Bununla yanaşı yavaş-yavaş azad bazar iqtisadiyyatda formalaşmağa başlayar. Lakin Rusiya Federasiyasının yarandığı dövrdə, ilk dövrlər 90-cı illərdə böyük bir problem var idi. Bu problem ona SSR-dən miras qalmışdı. Həmən problem nə idi? Muxtariyyətlər. Milli muxtariyyətlər. Belə ki, Rusiya federativ respublika olmağa məcbur idi. Federativ respublika nədir? Federativ respublika odur ki, o sənin daxilində muxtariyyəti, yəni özünü idarə etmə hüququ olan, daxili müstəqilliyi olan dövlətlər var. Və həmən o daxili müstəqilliyi olan dövlətlər təbii olaraq sənin ərazi bütövlüyünə, belə deyək, bir növ problem yarada bilərlər gələcəkdə. Və Rusiya 90-cı illərin əvvəllərində, elə 90-cı illərin daimi, 90-cı illər boyu bu problemi yaşadı. Lakin bunun qarşısını almaqdan ötəri Rusiya 1992-ci ildə muxtariyyətlərlə, muxtar respublikalarla müqavilə imzalayır. Bu müqavilə adlanır nə? Federasiya müqaviləsi. Həmən bu federasiya müqaviləsinə görə bu milli məsələ, milli muxtariyyət məsələləri, milli respublika məsələləri bir növ siyasi məsələdən hüquqi məsələyə keçilir və bu Rusiyanın ərazi bütövlüyünün qorunmasına mühüm təsir göstərir. Diqqət, nə dedik? Siyasi məsələdən hüquqi məsələyə çevrilir bu və bu da Rusiyanın ərazi bütövlüyünün qorunmasına gətirib çıxarır. Daha sonra isə onlara nə vəd olunur bu müqavilədə? Rusiya deyir ki, mən sizə adi vilayətlərdən, diyarlardan fərqli olaraq daha geniş səlahiyyətlər, daha geniş azadlıqlar vəd edirəm. Və bir çox milli muxtariyyətlər, milli respublikalar bunu qəbul edib Rusiyanın tərkibində qalır. 2 dənəsi istisna olmaqla. Çeçenistan və Tataristan. Çeçenistan hətta 1990-cı ildən qollarını sıvamış və 90-cı ildə Çeçenistanın müstəqilliyi haqqında bir qətnamə də imzalamış. İçerkiya Respublikasını yaratmışdılar. İçerkiya Respublikası və ilk prezident olaraq da 1991-də özlərinə Cövhər Dudayevi seçmişdilər. Bu Cövhər Dudayev keçmiş Rus generallarından biridir və Çeçenistanlıdır, Çeçendir və Rusiyaya qarşı mübarizə aparacaq olan Çeçen dövlətinin, respublikasının ilk prezidenti seçilir. Rusiya Çeçenistanın yaranması ilə barışa bilmir. Çeçenistan bu arada Şimali Qafqazda yerləşir. Çeçenistanın qarşı müharibə elan etmək qərarına gəlir və 1994-96-cı illərdə 1-ci Çeçenistan müharibəsi yaşanır. Həmən bu 1-ci Çeçenistan müharibəsi nəticəsində Rusiya müdaxilə edərək Çeçenistanın prezidentini, yəni Cövhər Dudayevi öldürməyə nail olsa da, 96-cı ildə imzaladığı müqavilə ilə birlikdə məğlub olduğunu qəbul edərək Çeçenistandan qoşunlarını geri çıxarır və bir 5 il müddətinə Çeçenistan məsələsi pərdə arxasında bir digər, belə deyək də, gələcəyin problemi kimi qalır. Lakin bu 1-ci Çeçenistan müharibəsi ölkəyə qazandırır. Ölkənin vəziyyəti biraz gərginləşir və Boris Yeltsin özü belə neyinir? İstefa verməyə məcbur qalır. İkinci Çeçenistan müharibəsindən danışası olsaq, İkinci Çeçenistan müharibəsi 1999-2009-cu illəri əhatə edir və bu müharibə nəticəsində isə Rusiya istədiyinə nail olaraq Çeçenistanda öz tərəfini tutan Rusiya milli qüvvələri hakimiyyətə gətirməyi bacarır və Çeçenistanı tutmaqla da öz ərazi bütövlüyünü qorumuş olur. Tamam. Biz Azərbaycan tarixindən də bilirik, SSR dağıldıqdan sonra 91-ci ilin 8 dekabrında Müstəqil Dövlətlər Birliyi barədə bir müqavilə imzalanır Ukrayna, Rusiya və Belarusiya arasında və Müstəqil Dövlətlər Birliyi bir növ nəyə görə yaradılmışdı? Bunun məqsədi nə idi? Rusiya nəyə görə MDB-ni yaratdı? Məqsəd SSR-nin hakimiyyəti altında olan keçmiş postsovet ölkələrinin üzərində öz nüfuzunu qorumaq və keçmiş SSR ölkələrinin Rusiya ilə hesablaşmağa məcbur etmək, Rusiyanın onların əsas müttəfiqi olması. Məsələ məhz bundan ibarət idi.
və Rusiya bir növ bu məqsədinə də çatmış olur. Lakin yenə də bugünkü gündə də hələ də MDB ölkələrinin bir çoxunda ərazi münaqişələri qalmaqdadır ki, bunlar da hələ də həll olunmayıb. Yeganə biz deyirik ki, Azərbaycan oldu ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra MDB postsovet ölkələri içərisində ilk dəfə öz ərazisində münaqişəni həll edərək çıxan, regional münaqişəsini həll edərək çıxan ilk dövlət məhz Azərbaycan Respublikası olmuşdur. Bunu da burada vurğulayaq. Keçək indi bir digər bir məsələ olan nüvə müqaviləsinə. Gələk 1992-ci il. Azərbaycan tarixindən keçmişik. Daşkənd müqaviləsini yada salaq 92-ci ilin may ayında. Həmin o Daşkənd müqaviləsinə görə keçmiş SSR-nin hərbi əmlakı postsovet ölkələr arasında bölüşdürülməli və bu zaman nüvə silahı məsələsi ortaya atılır. Belə ki, Ukrayna və Belarusiyanın ərazisində nüvə silahları var idi. Rusiya 92-ci ildə həmin bu nüvə müqaviləsinə görə istəyir ki, Ukrayna və Belarusiyada nüvə silahları geri çağırılsın. Lakin Ukrayna ilə Belarusiya buna ilk öncə belə deyək də razılıq verir. Amma daha sonra Ukrayna və bir də Qazaxıstan deyir ki, biz nüvə silahına malik olmaq istəyirik. Lakin Rusiya ABŞ-ın da belə deyək təhriki ilə, onların müdaxiləsi ilə Ukrayna və Qazaxıstan tez bir zamanda bu fikirdən əllərini çəkir və 1994-cü il Budapeştdə nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulurlar. 1994-cü ildə deməli Budapeştdə nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulur Ukrayna dövləti də və burada bir məsələ də vurğulanır. Ukrayna barədə əsas bir məsələ. Burada Kiyev rəhbərliyinə ABŞ, İngiltərə, Rusiya tərəfi söz verirlər ki, sənin ərazinə hər hansısa bir ölkə müdaxilə etməyəcək, sənin sərhədlərinin toxunulmazlığına, müqəddəsliyinə, suverenliyinə heç kəs əl sürməyəcəkdir. Və bununla birlikdə Ukrayna razılaşır və nüvənin çıxarılmasına razılıq verilir. Beləliklə biz 1994-cü il Budapeştdə nüvə silahının yayılmaması haqqında müqavilədən danışdıq. Burada Ukrayna ilə bağlı 2 maddə bildirdik. Ukraynanın ərazisinə toxunulmayacaq, sərhədlər müqəddəsdir, suverenliyinə filan heç bir ölkə toxunmayacağına təminat verir. Rusiyada həmçinin ən əsas məsələ 2-ci maddə Rusiyaya aiddir. Davam. Qara dəniz donanması məsələsinə indi isə gələk 1997. Qara dəniz donanması məsələsi Rusiya ilə Ukrayna arasında bir növ böyük bir problem yarada bilərdi. Lakin bu məsələni Rusiya ilə Ukrayna öz arasında 97-ci ildə həll eləməyə nəhayət nail olur. Tərəflər arasında əldə olunan razılığa görə Qara dəniz donanmasının 87% Rusiyanın əlinə keçir və Rusiya ikinci bir məsələ Sevastopol limanını icarə etmək haqqı əldə edir. Deməli, Rusiya 97-ci il Qara dəniz məsələsi ilə bağlı imzaladığı müqaviləyə əsasən nədir? 87%-ni belə deyək ki, Qara dəniz donanmasının 87%-ni öz əlinə aldı və bununla yanaşı Sevastopol limanını hərbi baza olaraq istifadə etməkdən ötəri icarəyə götürmək hüququ əldə etdi. Gəldik 1999-cu il Rusiya-Ukrayna arasında dostluq, tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə imzalanır və bu iki ölkə arasında münasibətləri belə deyək ki, inkişaf elətdirir. İndi gələk, biraz da müasir dövrə yaxınlaşaq. Gələk 2000-ci ilə Vladimir Putin Rusiyanın ikinci prezidenti seçilir və Vladimir Putinin əsas siyasəti nədir? Güclü dövlət idarəçiliyi yaratmaq, dövlət hakimiyyətini möhkəmləndirmək və Rusiyanın keçmiş beynəlxalq nüfuzunu tam şəkildə bərpa etmək. Və bundan ötəri qollarını sıvıyır, başlayır işlərə. Nə iş görür? 1. Ölkədə yayılan kriminalistikanın qarşısını alır. Kriminal cəmiyyətin böyüməsinin qarşısını alır. Bununla yanaşı şəxsi investisiyaların qoyulmasını sürətləndirməkdən ötəri iqtisadi sahələrdə bir sıra belə deyək də azad bazar iqtisadiyyatını dəstəkləyən islahatlar həyata keçirir və halinin rifahının yüksəldilməsindən ötəri bir sıra islahatlar aparır və bu kimi sahələr həmçinin 2000-ci illərin əvvəllərində Rusiyanın əsas ixracat obyekti olan neft və qazın qiymətinin yüksəlməsi Rusiyanın milli gəlirinin artmasına gətirib çıxarır və Rusiya yenidən yüksəlişə keçir. Gələk, xarici siyasət 2008-ci il 5 günlük müharibə barədə məlumat verək. 5 günlük müharibə tarixə
Rusiya-Gürcüstan müharibəsi olaraq düşür. Bunu uşaqlar çox vaxt abituriyentlər çalışıb aprel müharibəsi ilə müqayisə edirlər. Diqqətli olun, aprel müharibəsi bəli aprelin 1 ilə 5 arasındadır, lakin müharibə 4 gün olaraq davam edib. 4 günlük müharibə deyildikdə aprel döyüşləri, 5 günlük müharibə deyildikdə isə 2008-ci ildə baş verən Rus-Gürcüstan müharibəsi nəzərdə tutulur. Buna diqqət. İndi gələk, bu 2008-ci ildə baş verən Rus-Gürcüstan müharibəsinin 5 günlük müharibənin məqsədi nədən ibarət idi? Gürcüstanın ərazisi olan Abxaziya və Cənubi Osetiyada separatçılıq hərəkatları başlayır və Gürcüstan öz ərazisi olan torpaqlara qoşun yeridir təbii olaraq bu separatçılıq hərəkatını yatırmaqdan ötəri. Lakin Putin bura Rusiya qoşun yeridir və Cənubi Osetiyalıların hərbi əsgərləri ilə hərbi qoşunları ilə birləşərək Gürcüstana ağır zərbə endirir və Gürcüstanı məğlub edir. Beləliklə, Gürcüstan 20% ərazisini itirir və Gürcüstan suverenliyi pozulur. 20% ərazi bugün də Federativ Respublika olan Rusiyanın tabeçiliyində qalır və buna görə də Gürcülərlə Rusiyanın münasibətləri bugün də hələ də gərgin olaraq qalmaqda davam edir. Davam. Krımın ilhaqı. Gələk, görək bu Krımın ilhaqı məsələsi nədir? İlk öncə biz burada Krım məsələsindən danışası olsaq, bilirik, Stalin dövründə, 2-ci Dünya müharibəsinin dövründə Krım tatarlarının böyük bir qismi sürgün olunmuş. Xruşov isə onları yenidən geriyə qaytarmış bəzilərini və onların milli azadlıqlarını bərpa etmək barədə sərəncam imzalanmışdı. Bununla yanaşı 94-cü ilə gəldiyimizdə isə Rusiya dövrü deyək, Rusiya-Ukrayna münasibətlərində Krımın prezidenti belə deyək, Krımda Xruşovun dövründə axı dediyimiz kimi milli muxtariyyətləri bərpa olunmuşdu və milli muxtariyyətlər bərpa olunduğuna görə SSR dağılanda Ukrayna daxilində Krım bir növ muxtar ərazi idi və muxtar ərazi olduğuna görə özünü idarə etmə hüququ var idi və özünə prezident seçmə hüquqları da var idi. Onların ilk prezidentləri Yuri Meşkov olmuşdu ki, həmən o Yuri Meşkov 1994-cü ildə Rusiya müraciət edib, deyir ki, mən sizlə birləşmək istəyirəm, Rusiyanın tərkibinə keçmək istəyirəm. Lakin o dövr ki, Ukrayna rəhbərliyi nə edir? Yuri Meşkovu vəzifəsindən azad edir, prezident vəzifəsini ləğv edir Krımda və o dövr Rus hakimi, yəni prezidenti olan Boris Yeltsin isə bu məsələyə ciddi yanaşmır və buna görə də Ukrayna 94-cü ildə elə nüvə silahının çıxmasına, öz ərazisindən Rusiya verilməsinə razılıq verir və Budapeşt müqaviləsinə qol çəkir. Həmçinin bildiyimiz kimi Budapeşt müqaviləsində orada Rusiya 2-ci maddəyə əsasən Ukraynanın sərhədlərinin toxunulmazlığına təminat da verir. Davam. 2001-ci ildə həmən bu Qara Dəniz donanması haqqında doktrinanı Vladimir Putin də bir də təsdiq edir. Həmən o 1997-ci ildə olan Qara Dəniz donanması məsələsi var idi ki, 87%. Həmən onu 2001-ci ildə Vladimir Putin də təsdiqləyir. Daha sonra 2010-cu ildə bunu yadda saxlayaq əsas məsələlərdən biri Ukrayna ilə Rusiya arasında münasibətlər o qədər yüksək dərəcədə olur ki, əməkdaşlıq onlar arasında bir müqavilə imzalanır. Rusiya həmin müqavilənin şərtinə görə öz qoşunlarını, hərbi bazalarını Krımda saxlamaq hüququnu saxlayır və bunun qarşılığında Rusiya Ukraynaya satılacaq olan, ixracat olunacaq qaz qiymətlərində endirim edəcəyini təminat verir. Beləliklə, Krımda Rus bazaları qalır. Qarşılığında isə nə olacaq? Rusiya Ukraynaya qaz satışında, ixracatında endirim edəcəyini deyir. 2010-cu ildə hətta onlar arasında Xarkov sazişi imzalanır. Həmən Xarkov sazişinə görə Krımda olan hərbi bazaların, ümumiyyətlə Qara Dəniz donanmasına aid olan hərbi bazaların icarə müddəti 2017-ci ildən 2042-ci ilə qədər uzadılması nəzərdə tutulur və təsdiqlənir. Bununla da Xarkov sazişi barədə biz məlumat verdik 2010-cu ildə. Lakin Rusiya görür ki, 2013-cü ildə Ukraynada vəziyyət dəyişir. Ukraynada xalq ayağa qalxır, Rusiya meyillilikdən əl çəkilməsini istəyir. Rus meyilli dövlət idarəçiliyini dağıdır. Rusiyanın nəticəsində, xalq hərəkatı nəticəsində və yeni hakimiyyət orqanları isə Avropa meyilli siyasət yeridir. Ukraynada olan bu Avropa meyilli siyasətlərdən Putin, Rusiya böyük narahatçılıq keçirir. Çünki düz sərhədinin qovşağında Ukrayna çox yaxın yerdədir və Ukrayna, Belarusiya bir növ nədir? Rusiyanın
bir növ NATO ilə olan sərhədidir. Bufer ərazisidir, aralıq zonasıdır. Və Ukraynanın olası bir şəkildə NATO ölkəsinə çevrilməsi Rusiyanın NATO ilə birbaşa sərhəd olması deməkdir və bu da böyük bir Rusiya üçün milli təhdid hesab olunur. Və Putin bunun qarşısını almaqdan ötəri Krım məsələsini ələ atır və 2014-cü ildə Krımı özünə ilhaq edir. Krımda olan əhalinin də böyük bir qismi zaten ikili vətəndaşı olan, yəni həm Ukrayna, həm Rus vətəndaşı olan əsasən Rus dilli, yəni Rus vətəndaşlarıdır və onlar da Rusiya birləşməni dəstəkləyir. Həmçinin Rusiya Ukraynanın şərq əyalətləri olan Donetsk, bundan yanaşı digər vilayətin adı Lugansk idi, düzdürmü? Lugansk ərazilərində ələ keçirilmiş bu kimi iri sənaye ərazilərini və beləliklə Ukrayna ilə böyük bir münaqişənin əsasını qoyur 2014-cü ildə və 2022-ci ildə isə bu Ukraynanın yenidən öz işini NATOya verməsi, NATO ilə yaxınlaşmağa çalışması, Zelenskinin xüsusilə prezidentliyi dövründə aparılan islahatlar və Avropa Birliyi NATO ilə yaxınlaşmasını görən Putin Rusiyası Ukraynaya müharibə elan edir və həmən bu Rus-Ukrayna müharibəsi hələ də günümüzə qədər məhz davam edir. Beləliklə biz sizə 2-ci Dünya müharibəsindən sonra bu günümüzə qədər olan Rusiya mövzusu barədə məlumat verdik. Ümid edirəm ki, sizin üçün ətraflı və müfəssəl izah verdim. Növbəti video izahatlarda görüşənə qədər sağ olun, salamat qalın.